yəni evdə ailə başçısı, elə çörək verən, yəni ailə başçısı kimdirsə, atadır. Yəni evin Bəli. böyüyü atadırsa, yəni ata yoxdursa, anadırsa, belə deyək, evin çörək verəni, çörək gətirəni. Yəni o ailə üzvlərinin, yəni onun üzərinə düşür ki, uşağın, nə bilim, digər evində olan, nə bilim, birinin anası onunla yaşayır, birinin qardaşı onunla yaşayır, onun çörək yeyənidirsə və övladları yaşayır, nəvələri yaşayır, fərqi yoxdur. Yəni bu qəbildən valideyn, yəni evin böyüyü gərək onların fitrəsini çıxartsın. Çünki ona vacibdir ki, onun fitrəsini çıxartsın. Bu uşağın məsələn dünyaya gəlib bir neçə aylıqdır, ona da mı vacibdir? Bəli, o hətta müstəhəbdir. Aha. Müstəhəbdir ki, ana bətnində olan uşaqlar üçün də Fitrə o verilsin. müstəhəbi bir əməldir ki, onların belə deyək adından da valideyn, yəni evin böyüyü o fitrə ki, kimə çıxarmaq vacibdir. Həmən insanlar onlar üçün də fitrə çıxartsın, amma belə deyək öhdəsində olan çörək yeyən insanlara vacibdir ki, o valideyn onun üçün çıxartsın. O qaldı o dediyim kimi ana bətnində olan uşaqlar üçün bunlar əlbəttə vacibi bir məsələ deyil, müstəhəbi bir məsələ. Nə yaxşı Allah elə onu o 9 ayda bəlalardan, o necə deyim, o narahatçılıqlardan inşallah qoruyacaq. O ümidlə Allah rizası fitrəni çıxartmaq lazımlı məsələlərdəndir.